Benim burada müraciətim Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyevədir. Əli Nağıyev, canlıma birini qoşdurursan, Bəhrəm adında. Başqa bir qurum gəlib götürüb aparacaq yaşasın. Sənin, Bakı, Azərbaycanda DTX var. DTX deyirsən, nəm MTN deyirsiniz. Azərbaycanda bir dəqiqə saxla, ay kişi, bir dəqiqə saxla. Siz mənə deyirsiniz ki, Saqqallı Ramiz. sizi şantaj, yox, Bəhrəm bir də. Siz mənə yazmışsınız ki, orada sənin başqa bir qurum. Bəli, Sana bildin mi? bəli. Yaz, kayd elə. Bana kayd elə, Azərbaycan kayd elə, yazdığımı kayd elə. Əgər kayd eləməsən şərəfsiz kayd elə və payla. Azərbaycanda, bütün Azərbaycanlar sənlə bərabər bilsinlər ki, Azərbaycanda təkcə DTX, MTN yox, başqa qurumlar var, hansı ki, yeri gələndə onlar hər bir şey qarşılar. Sənin imununa and Allaha az qalıb da, yəni sənin məhv olasın. Prosto sənin oduna başqa insanlara yanır, eybi yox. Amma sən var ha, Qurana, bəli, səni var ha, səni çırıq-çırıq eləyəcəklər. Səni çırıq-çırıq eləyəcəklər. Səni bax çırıq-çırıq eləyəcəklər, hə. Sən mincə bir söz dedin ki, səni Quran olsun 2-3 gün çəkməz məhv elətdirərəm. Çaşma, ağlı başına düz elə. Saqqalını get 40 eksən, özün adam kimi apar. İştirsən məni. Mənə qulaq asırsan. Mən bəy deyiləm, mən fakir, bir dənə bir oğlanam özüm üçün, işləyin. Bəhrəm bəy. Sən bu nə şəkildə gör, yox, Bəhrəm bəy. Məni kim öldürəcək? Səni kim öldürəcək? Bəli. Allahdan arzum olur ki, bir dənə mavidə razı işinə versinlər, səni özüm öldürəcəm. Səni özüm doğru səni tökəcəm konserviyə. Məni doğru düşəcəz konserviyə. Şəkillərini görürsünüz. Deməli, bu Bəhrəm deyir ki, məni Dövlət Təhlükəsizlik Xidmətində Əli Nağıyev səni öldürməkdən ötəri görevləndirib. Və sənin yaxınlarında qalıram, səni tikə-tikə doğrayacam. Mən buradan demək istəyirəm, Əli Nağıyev. Təbii ki, bu onun üçün bilmirəm nə dərəcədə yalandır, nə dərəcədə doğrudur. Amma ki, mənim burada müraciətim odur. Mənim başıma bir iş gələrsə, Əli Nağıyev sən və sənin bu Bəhrəmin və sənin əhatəndən bilinəcək. Mən bunu deyirəm və təsdiqləyirəm və bunu mən çox xahiş edirəm, hər kəs də yaysın. Yaxşımı? Videoya da baxarsınız və bəyənin də hər kəsi də göndərin bunu geçsin. Ayaqla yığ küçükləri Əli Nağıyev, ağıllı ol.